Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib. Milli Hidrometeorologiya Xidmətindən Lent AZ-a verilən məlumata görə, sentyabrın 28-i səhərədək Naxçıvan, Mırda, Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl, Zəngilan, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Göygöl, Samux, Tərtər, Ağdam, Ağdərə, Xankəndi, Şuşa, Xocavənd, Qubadlı, Ağcabədi, Salyan, Sabirabad, Saatlı, Yevlax, Bərdə, Ağdaş, Ucar, Zərdab, Kürdəmir, Beyləqan, İmişli, Şabran, Qax, Zaqatala, Balakən, Şəki, Şamaxı, Oğuz, Qəbələ, Quba, Xaçmaz, İsmayıllı, Ağsu, Göyçay, Şirvan, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Lənkəran. Astarada şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13-9-27 əmsan təşkil edəcək. Bakıda və Abşeron yarımadasında Xızı, Siyəzən, Qusar, Neftçala, Hacıqabul, Mingəçevir, Daşkəsən, Qobustan, Gəncə, Naftalan və Goranboyda da şimal-qərb küləyi əsəcək, küləyin sürəti isə 28-4 əmsandək güclənəcək.